Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Zəfərli konfransı giriş sözülə açaraq bildirmişdir ki, dünya azərbaycanlılarının həmrəylik günü ilk dəfə ümumilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən məhz onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-sında Ali Məclisdə qəbul olunmuş qərarla bayram elan edilmişdi. Bugün həmin qərarın qəbul olunmasının 20-ci il dönümü tamam olur. Konferansın məhz Heydər Əliyev muzeyində keçirilməsi Ulu Öndərin xalqımızın taleyi ilə bağlı qəbul etdiyi güzlərlə tarixi qərardan biri olan bu mühüm sənədin qəbulunun yubiley il dönümünü qeyd etməklə yanaşı, muzeyin qiymətli eksponatları ilə, o cümlədən surəti burada saxlanılan həmin qərarla əyani tanışlıqdır. Bu konferans həm də Ulu Öndərimizin xatirəsinin bu bayram günü ərəfəsində sonsuz ehtiramla yad edilməsinin daha bir təzahürüdür. Konferansda Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı idarə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisi aparatının ümumi şöbəsinin müdürü İlkin Abdullayev, Azərbaycana qaytarmaq məramı, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, əməkdar müəllim Nazim Bayramov, dünya azərbaycanlılarının birliyi müstəqil Azərbaycanı daha da qüdrətləndirir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov sərhəd hərəkatından milli həmrəyliyə gedən yol mövzusunda məruzələrlə çıxış etmişlər. Məruzələrdə bildirilmişdir ki, 1990-cı il iyulun 22-sində Ulu Öndər Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması Azərbaycan dövlətçiliyinin tarixi taleyində dönüş nöqtəsi oldu. Bu qayıdış vətənin məşəqqətli və böhranlı günlərində xalqla bir yerdə olmaq inamının ifadəsinin və obyektiv tarixi zərurətinin təntənəsinə çevrildi. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Muxtar Respublika Ali Məclisinin sədri seçilən Ulu Öndərin siyasi fəaliyyətinin yeni mərhələsi başlandı. 1991-ci il dekabrın 16-da Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi 31 dekabr Dünya Azərbaycan Türklərinin həmrəyliyi və birlik günü haqqında qərarla bugün artıq yüksəliş mərhələsini yaşayan bütün dünya azərbaycanlılarının vahid bayraq altında birləşməsi prosesinin əsası qoyuldu. Naxçıvanda taley yüklü tarixi qərarların qəbul edildiyi bir vaxtda Azərbaycana rəhbərlik edən naşı, səriştəsiz şəxslərin yaratma siyasəti və məsuliyyətsiz əməlləri ölkəni vətəndaş müharibəsinin bir addımlığına gətirib çıxardı. Milli dövlətçiliyimizi isə real məhv olma təhlükəsi ilə üz-üzə qoydu. Belə bir talih yüklü anda Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya gəlməsi və 1993-cü ilin iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməsi ilə xalqımızın və dövlətimizin milli qurtuluş hərəkatının zəfər görüşü başladı. Həmin ildən dünya azərbaycanlılarının həmrəylik günü bütün ölkə miqyasında geniş şəkildə qeyd olunmağa başladı. Ümummilli lider ölkə prezidenti kimi səfər etdiyi bütün ölkələrdə burada yaşayan azərbaycanlılarla görüşlər keçirdi, onların təşkilatlanması istiqamətində zəruri tədbirlər gördü. 1991-ci ildə qəbul edilmiş tarixi qərar öz əhəmiyyətini 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən dünya azərbaycanlılarının birinci qurultayı ilə bir daha göstərdi. 2006-cı il martın 16-sında ikinci, bu il iyulun ayının 5-də isə üçüncü qurultay keçirildi. 20 il ərzində 50 milyonluq dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində görülən işlərin təhlili onu göstərir ki, bütün sahələrdə olduğu kimi bu sahədə də Azərbaycan dövlətinin gördüyü işlər son dərəcə uğurlu olmuşdu. Hər il dekabrın 31-də Azərbaycanlıların yaşadığı bir çox ölkələrdə dünya azərbaycanlılarının həmrəylik gününün bayram kimi geniş qeyd edilməsi onu göstərir ki, artıq Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə tarixləşdirilən xalqımızın birlik və həmrəylik hərəkatı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına xidmət edən çox mühüm amillərdən birinə çevrilmişdir. Konferans iştirakçıları Heydər Əliyev Muzeyinin qiymətli eksponatlarına baxmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli qərarının orijinal mətni ilə tanış olmuşlar.